Əziz izləyicilər, birinci hissədə Şiə mənbələrində imamət anlayışının necə dinin əsası sayıldığını və bu inanca qarşı çıxanların hansı hökmə məruz qaldığını gördük. İndi isə ikinci hissədə bu inancın gündəlik əməl və mərasimlərdə, xüsusilə də cənazə namazlarında və dualarda necə tətbiq olunduğunu göstərəcəyik. Bismillahirrahmanirrahim. Mərhəmətli və rəhimli Allahın adı ilə. Əbu Salih Əl-Hələbinin öyrətdikləri xüsusilə maraqlıdır. Belə ki, yazır. Ölü, əgər cəbr və ya təşbih və ya etizal və ya xaricilik və ya imaməti inkar etmək baxımından haqqa müxalif biridirsə, 4-cü rükətdən sonra onu lənətləyər və cənazədən çıxar. Halı belə olan birinə təqiyyə halı istisna olmaqla heç cür cənazə namazı qılmaq olmaz. Muhammed Bəqir Əl-Bəhbəhəni isə imamət məsələsinin dinin üsulundan olduğunu əsas gətirərək müxaliflərə sədəqə vermək, su vermək kimi bəsit insani əməllərin qadağan olduğunu yazır. Bu barədə imamlardan xəbərlərin gəldiyinə diqqət çəkir. Cənazə məsələsi imami məzhəbində çox maraqlıdır. Çünki imami şiyələri mömin hesab etdikləri şəxslər üzərində cənazə namazı qıldıqlarında bunu 5 rükət edirlər. Bir rivayətdə gəlir ki, Əbu Bəsir deyir, mən Əbu Abdullahdan soruşdum, niyə biz cənazə namazında 5 dəfə təkbir deyirik, halbuki müxaliflərimiz 4 təkbirlə kifayətlənirlər? O cavab verdi. Çünki İslamın əsaslandığı sütunlar 5'dir. Namaz, zəkat, oruc, həc və biz əhl-i beytə olan vəlayət. Allah hər bir sütun üçün ölünün üzərində bir təkbiri təyin etdi. Siz bu 5 sütunun hamısını qəbul etmişsiniz, amma müxalifləriniz 4'ünü qəbul edib birini inkar etmişlər. Ona görə də onlar ölülərinə 4 təkbirlə, siz isə 5 təkbirlə namaz qılırsınız. Bir başqa rəvayətdə İmam Rızadan soruşuldu. Ölünün üzərində 5 təkbirin səbəbi nədir? O cavab verdi. Rəvayət edirlər ki, bu 5 günlük namazdan götürülmüşdür. Sonra əlavə etdi. Bu hədisin zahiri mənasıdır, amma başqa bir izah var. Allah qullarına 5 vacib əməl təyin etmişdir. Namaz, zəkat, oruc, həc və vilayət. Ölünün üzərində hər bir vacib əməl üçün bir təkbir təyin edildi. Vilayəti qəbul edənlər 5 təkbir deyir, qəbul etməyənlər isə 4 təkbir deyir. Buna görə də siz 5 təkbir deyirsiniz, sizə müxalif olanlar isə 4 təkbir deyirlər. Bu rəvayətlər şiyələr ilə sünnət əhlinin arasında cənazə namazındakı fərqləri göstərir. İmami şiyələri onlara müxalif olan müsəlmanlar üzərində neçə rükət cənazə namazı qılmaq barədə ixtilaf ediblər. İxtilafın səbəbi isə İmam Ər-Ridaya nisbət edilmiş bir xəbərdir ki, orada iddiaya görə İmam Ər-Rida deyib, möminə gəldikdə onun üçün 5 təkbir, münafiqə gəldikdə isə 4 təkbir gətirirlər. Orada salam verilməz. Əbul-Qasım Əl-Xoyi qeyd edir ki, Əl-Muhaqqiq Əl-Hilli müxalifin cənazəsinin 4 təkbir olaraq qılınmasının vacib olduğunu deyib. Əl-Xoyi özü digər rəyi üstün saysa da Əl-Hillinin rəyi haqqında buyurur. Ola bilsin ki, ondan sonraki alimlər arasında məşhur olan bu rəydir. Heç kim elə düşünməsin ki, Əl-Xoyi və digər şiyələr müxaliflərin də cənazə namazını qılmağa icazə verməklə onların qurtulacaqlarına ümid edirlər. Əl-Xoyi müxalif üçün qılınan cənazə namazının rükətləri barədə danışdıqdan sonra deyir. Dua etməyə gəldikdə isə ikisi arasında fərq vardır. Belə ki, müxalifin ölüsünə bəddua edilməli, mömin üçün isə xeyir-dua edilməlidir. Çünki müxalif daha əvvəl hökmünü zikr etdiyimiz mustazaflar müstəsnadır, ya inatkardır, ya da müqəssir cahildir. Hər iki halda Allahın düşmənidir. Belə görünür ki, bu məsələdə şiə alimləri arasında ittifaq var. Əbul-Məcd Əl-Hələbi yazır ki, 4-cü təkbirdən sonra ölüyə haqq əhlidirsə rəhmət diləyər,
batil əhlidirsə, bəddua edər. Yahya bin Səid Əl-Hilli yazır ki, əgər batil əhlidirsə, 4-cü təkbirdən sonra ona bəddua edər, onu lənətləyər və namazdan ayrılar. Hətta Şiə kitablarında verilən təfsilatlı məlumatlara əsasən, əhl-i sünnətdən olanların cənazə namazında hansı duaların edilməsi öyrədilir. Əl-Feyd Əl-Kəşəni yazır. Müxalifə gəldikdə isə, onun üçün qılınan cənazə namazı 4 təkbirdən ibarətdir. Səhih rəvayətlərdə deyilir ki, bir mömin üçün 5 təkbir deyilir, münafiq üçün isə 4 təkbir edilir. Həsən xəbərə əsasən ona bəddua edilər. Əgər ölmüş kəs həqiqəti inkar edən biridirsə, duanda belədir. Allahım, onun içini atəşlə doldur. Əli bin Bəbavayh Əl-Qummi yazır. Ölü əgər müxalifdirsə, 4-cü təkbirində belədir. Allahım, bu bəndəni və bəndə oğlunu rüsva et. Allahım, onu atəşə at. Allahım, verəcəyin cəzanın ən ağırlısını, üqubətinin ən şiddətlisini ona daddır. Onu atəşə sal və içini atəşlə doldur. Qəbrini onun üçün dar et. Çünki o, sənin dostlarına düşmənlik etdi və düşmənlərinə dost oldu. Allahım, onun əzabını yüngülləşdirmə. Əzabını onun üstünə yağdır. Cənazəsini qıldırdıqda isə desin, Allahım, onu qaldırma və təmizləmə. Məsələ o həddə çatıb ki, Muhammed Həsən Ən-Nəcəfi yazır. Əksinə, ola bilsin ki, onların açıq şəkildə insanların gözü qarşısında təhqir edilməsi, təqiyyə ilə qadağan edilmədiyi müddətcə ən üstün ibadətlərdən biridir. Bundan da üstün isə onların qeybətini etməkdir. Bu, bütün dövrlərdə və bölgələrdə şiələrin alimləri və sadə insanları arasında qəbul edilmiş bir təcrübə olmuşdur və elə bir həddə çatmışdır ki, bu mövzuda kitablar doldurulmuşdur. Həqiqətən onların qeybəti şiələr arasında ən üstün ibadətlərdən və Allaha yaxınlaşmağın ən kamil yollarından biri hesab edilir. Davamında buyurur, rəvayətlərin təvatürü və ayələrin çoxluğu onların düşmən bilinməsini və onlardan uzaq durmağı vacib etdiyi halda, mömin, yəni şiə ilə müxalif arasında qardaşlığın ola biləcəyini necə təsəvvür etmək olar? O zaman, rəvayətlərdə keçən insanlar və müsəlman ifadələri ilə mömin mənası başa düşülməlidir. Necə ki, 4 rəvayətdə bu şəkildə ifadə olunmuşdur. Əl-Muqaddas Əl-Ərdəbilinin qeybəti ümumən qadağan etməsi fikri, onları öldürməyi, kafirlərə qarşı edilənlərin onlara qarşı edilməsini icazəli görən ki, bu mövqeyin nəticəsində onlar tərəfindən Bağdadda və ətrafında öldürülənlər öldürüldü, Xacə Nasiruddin Ət-Tusi, Alləmə Əl-Hillinin və digər alimlərin fikirlərindən nə qədər də uzaqdır. Əziz şiə həmvətənim, gördüyün kimi üzdə qardaşlığa səsləyən şiəlik, əslində özlərindən başqasının cənazəsində belə iki üzlülüyü öyrədir. Qeyri-şiə müsəlmanın ölüsünə belə lənət oxumağa əmr edir. İndi son söz sənindir. Bu zihniyyət İslam ümmətini birləşdirə bilərmi? Allah xalqımıza haqqı haqq kimi, batili isə batil kimi göstərsin. Əmin.